Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşlarının barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası davam etdirilib. Əvvəlcə təqsirləndirilən şəxs Arkadi Qukasyan məhkəmənin ötən iclasında tədqiq edilmiş sənədlərlə bağlı dindirilib. O, dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən Azərbaycanlıların Xankəndidən çıxmağa məcbur edildiklərini etiraf edib. O, Robert Köçəryanla 1992-ci ildən, Samvel Babayanla 1993-cü ildən, Murad Petrosyanla 2000-ci ildən sonra tanış olduğunu bildirib. Təqsirləndirilən şəxs Xəlfəli çay üzərindəki körpünün partladılması barədə suala cavabında bu hadisəni xatırladığını, habelə 1988-1993-cü illərdə Ermənistan tərəfindən vaxtilə işğal edilmiş Azərbaycan ərazilərində törədilən hadisələrin qəhrəmanlıq deyil, faciə olduğunu deyib. Arkadi Qukasyan həmçinin 1990-cı il martın 23-dən 24-ünə keçən gecə erməni silahlılarının Qazaxın Bağanı Sayrım kəndində qətliam törətmələri barədə deyib ki, bu hadisələrə müsbət yanaşmaq mümkün deyil. O əlavə edib, bu qəddarlığı kimin törətməsindən asılı olmayaraq yaxşı qiymət vermək düzgün deyil. Buna qadir olan insanlar təbii ki, mühakimə olunmalıdır. Burada münasibət yalnız bir cür olmalıdır. Başqa qiymətləndirmə ola bilməz. Sitatın sonu. Sonra cinayət işinin Azərbaycanın Xocalı şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması və Azərbaycanlara qarşı törədilən soyqırım üzrə toplanan sübutların tədqiqi, zərər çəkmişlərin dindirilməsi təklif edilib. İclasda Xocalı soyqırımına dək rayonda ermənilər tərəfindən Azərbaycanlara qarşı törədilən çoxsaylı cinayət hadisələri, həmçinin Meşəli kəndinə basqın edilərək sakinlərin qətlə yetirilməsi, evlərin, mağazaların, avtomobillərin, malqaranın talan edilib yandırılması üzrə toplanan sənədlərin, sübutların, fotomaterialların bir hissəsi təqdim olunub. Daha sonra Meşəli soyqırımı ilə bağlı sənədlər tədqiq edilib. Sənədlərə əsasən 1991-ci il dekabrın 23-də saat 7 radələrində Ermənistan hərbçiləri Meşəli kəndinə hücum edərək 25 nəfəri qətlə yetirib, evləri yandırıb, kəndi talayıb, o cümlədən əhalinin malqarasını aparıblar. Hadisə ilə bağlı başlanan cinayət işi üzrə axtarışa verilmiş Vaqif Xaçaturyan saxlanılıb. 2023-cü il noyabrın 7-sində Bakı Hərbi Məhkəməsinin hökmü ilə o 15 il müddətinə azadlıqdan məhrum edilib. Bundan sonra zərər çəkmiş şəxslər ifadə verib və dövlət ittihamını müdafiə edən prokurorların zərər çəkmiş şəxslərin nümayəndələrinin, eləcə də təqsirləndirilən şəxslərin müdafiəçilərinin ünvanladıqları sualları cavablandırıblar. Zərər çəkmiş Elman Məmmədov bildirib ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə cəmi 8-9 saat ərzində Ermənistan 613 dinc sakin, o cümlədən 106 qadın, 63 körpəni qətlə yetirib. Həmin gecə Xocalıda baş verənlər sülh və insanlıq, bəşəriyyət əleyhinə törədilən ən amansız cinayət idi. Zərər çəkmiş Söhrab Muradov diqqətə çatdırıb ki, Xocalının ilk şəhidi onun qardaşı Zahid Muradov olub. Ermənilər Avazan tipli raket atıblar. Bir qardaşı şəhid olub, digəri yaralanıb. Zərər çəkmiş Azər Cəbrayılov ifadəsində Xocalı soyqırımı zamanı 8 yaşının olduğunu deyərək bildirib ki, şəlliyə çatmağa az qalmış anası şəhid olub, özü, atası və bacısı yaralanıb. Məhkəmənin növbəti iclası aprelin 18-nə təyin olunub.